Mənə nə qədər övladlar olub ki, gəlib şikayət ediblər. Məsələn, övlad gəlib mənə şikayət edir ki, misalda, mən məsələn hicaba riayət eləmək istəyirəm, anam qoymur. Ana, niyə qoymursan? Allah onun səadətini o cürünə qərar verib. Sən deyirsən ki, yox, mən fikirləşirəm, birdən belə olsa xoşbəxt olmaz. Xoşbəxt edən sənsən, səadəti bəxş edən sənsən. Niyə qapısını bağlamısan balamın? Buna görə cavab versən, Allah bilirsən. Bunun bəlası var, bunu bil. Elə dünyada gələcək bunun bəlası. Bunu anla. Nifrət eləmirəm sənə, mən səni heç tanımıram. Bir nəfərlə danışmıram, ümumi danışıram. Amma sən dinlə məni, sən. Düz iş görmürsən. Anadsa ana, atadsa ata. Bəzi kişilər öz həyat yoldaşını qoymur. Allahla keçib qabaqlarını. Fəzənu bi hərbin min Allah. Quranda ayı var, Allahla müharibə edir.